Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır və qonağımız Almaniyadan dəvət almış həkim nevroloq doktor Samir Həşimovdur. Və biz danışırıq Almaniyada səhiyyə sistemi, Azərbaycanda səhiyyə sistemi, əhalinin daha keyfiyyətli tibbi xidmət alması üçün nələr dəyişdirilə bilər, hansı yeniliklər əlavə oluna bilər. Bu haqda fikirlərini bizimlə paylaşdı Samir doktor. Samir doktor, siz nevroloqsuz. Mən istəyirəm, bir ara Azərbaycana gəlirdiniz, vaxtaşırı, pasiyentləri burada qəbul edirdiniz. Səhv etmirəmsə, 4 ilə yaxın oldu, davam elədi bu. Almaniyada və Azərbaycanda nevrologiya sahəsində daha çox hansı diaqnozlarla gəlirdilər, müqayisə etsək, yoxsa yəni orada da, burada da eyni xəstəliklərdir? Yəni, belə deyim də, Azərbaycanda genəlliklə, yəni ümumi olaraq bir xəstə xəstəliyini 5 il bundan qabaq xəstəlik keçirdib, hər hansı bir nevroloji problemi olub, pis yaxşı müalicəsini alıb və 5 il ərzində sadəcə olaraq həkim gəzir. Bəlkə birində bir möcüzə olar. Genəlliklə gələn xəstələr onlar idi ki, bu həkim Türkiyədən gəlib, bu həkim İsraildən gəlib, bu həkim Almaniyadan gəlib, bəlkə hər hansı bir iynə ilə, dərmanla möcüzə. Bəlkə buradakilər bilmədiyi nəyisə o bilir. Halbuki, yəni 5 il, 10 il bundan qabaq buradakı həkim demişdi ki, sən fizik tədavi ilə məşğul olmalısan, adamı ciddiyə almayıblar, eləməyiblər. Ümumiyyətlə, bizdə fizioterapiya, reabilitasiya məsələlərindən çox belə barmaq arası baxırıq. Yəni, əslində, mən hər şeyi açıq danışmağı sevirəm. Bəli. Biz nevroloqlar, yəni həkimlər arasında mən açıq deyəcəm, ən böyük yalançılar bizdərik. Bəli, bu danılmaz bir faktdır. Niyə görə? Bir-bir nevroloji xəstəliklərin hamısının siyahısını yaz, altına imzamı atıram, 98.9%, hətta 99% müalicə olunmur. Müalicəsi yoxdur. Müalicəsi yoxdur. Biz nə edirik? Profilaktik müalicəni eləyirik, adını qoyuruq müalicə. Yəni, mən özümü də o cəmiyyətə qatıram ki, ayrısetrikliyi salmayayım, səhərsə günü... Yəni, remisiya mı əldə edirsiniz? Remisiya müalicə deyil mənim əzizim. Remisiya, MS xəstəsinə kortizon verirsən, remisiya alırsan, deyirsən ki, bitdi. Və yaxud da ki, epilepsiya xəstəsinin dərmanlarını düzənləyirsən, deyirsən ki, epilepsiyaya son qoydum. Sən epilepsiyaya son qoya bilməzsən. Bu xəstəlik var, davam edir. Bu var. Sadəcə simptomları söndürdü. Sadəcə olaraq bu arada sakitdir, durub. Yəni, sən buna son qoymamısan. Yəni... İlahiləşdirmək lazım deyil. 99% hətta müalicə olunmur. Və ya misal üçün çox dəbdədir, migrenə son. nevroz. Qardaş, sən kimsən? Migrenə son qoyursan. Sən sadəcə olaraq simptomatik müalicə eləyirsən və profilaktik müalicə eləyirsən. Simptomatik müalicə o deməkdir ki, bugünkü gün ağrı var, dərmanı verdin, ağrı yoxdur. Ondan sonra da profilaktik müalicə nədir? Hər hansı bir tədbirləri görsən ki, yeni bir ataka gəlməsin. Və yaxud həftədə bir dəfə başı ağrılsa, ayda bir dəfə ağrısın. Bitdi. Və yaxud da ki, ildə 2 dənə tutması olursa, 5 ildə 2 dənə tutması olacaq. Sən heç kimsən, yəni mən öz payıma deyirəm ki, yəni sən heç kimsən, sən bunu müalicə eləyəsən. İnsultun müalicəsi. Yəni xəstəlik bitmir əslində. Hətta mənim də şeylərimin altında yazırdılar SMM menecerləri ki, insultun müalicəsi. Özüm oxuyub özümə gülürdüm ki, yəni sən kimsən, insult ölüm deməkdir. Sən əstəğfurullah, İsa Peyğəmbər deyilsən ki, ölümü müalicə eləyəsən. Beyin ölüb, həmin nahiyə yoxdur. Nikrozlaşıb. Yoxdur, yəni yerində likvor var. Sən onun yerinə qoya bilməzsən ki, yəni bunu yalandan şirtmədir. İnsultun müalicəsi heç bir şey deyil, yəni dünyanın hər bir yerində qəbul olunmuş protokol var. Və ya Alzheimer. Hə, vapşe, yəni demensin müalicəsi. Hara müalicə edirsən demensi? Demensiyanın bizim ilə demans deyək ki, hə. Yox, ümumiyyətlə. Yəni sən kimsən, sən onu müalicə edirsən, yəni özün haqqında hansı fikirdəsən sən? Və burada Almaniyada çalışan bir həkimdir, mən şokdayım. Yəni ki, belə deyim də, ən böyük yalancılar bizdərik. Və yaxud da ki... Sadəcə xəstəyə izah etmək lazımdır ki, necə ki, gözün zəif görürsə, eynəklə həyatına davam edirsən, keçərsənsə parik taxıb davam edə bilərsən və ya tük əkdirə bilərsən, amma bu yenə də, yəni də bu tam həlli deyil. Misal üçün, nə bilim,
bu xəstəlik var artıq səndən. Birinin saçı sarıdır, birinin saçı qaradır, birinin qulağı əyridir, birinin burnu uzundur. Bu da xəstəlikdir, səndə miqrendir, onda xərçəngdir, bunda ürəyin işemik xəstəliyidir, onda nə bilim övrədir. Sənin də xəstəliyin budur. Sən bu xəstəlikdən daha keyfiyyətli yaşamaq üçün nə edə bilərsən, bu tövsiyələri veririk. O da insanın egosuna irəli gəlir ki, heç kim özünə yedirə bilmir ki, məndə bu xəstəlik ola bilər. Ola bilər, hamı Amma ola da bilər. heç kim eşidən sığortalanmır. Heç kim heç bir şeydən sığortalanmayıb. Sadəcə olaraq sən buna xərclədiyin enerjini, vaxtı, pulu özünü bilgiləndirməyə, öz xəstəliyin belə deyim də profilaktikasına xərcləsən, daha çox yol qət etmiş olarsan. Yəni bugün məsələn öz atamın diskini götürdüm, bizim Günel doktorun yanına getdim ki, bərabər bir şey eləyək, baxaq, bir də dəyərləndirək. Bir də konsilium məsələsi çox önəmlidir ki, bizim həkimlər də o egosundan bir yerə toplana, bir hansısa həkimə fikir soruşaq ki, deyəcək sən bilmirsən bunu. Qapının ağzındayam, gözləyirəm. Günel doktor da bilir ki, bəs mən gözləyirəm də. Bir də baxdım özüm məzən gəldi ki, içəri gələ bilərsən. Durdum gəldim içəridə xəstə var. Deməli xəstə 3 ildən artıqdır. Yəni motoneyron xəstəlikdən əziyyət çəkir. İndiyə qədər həkim gəzib, ən sonunda bir uzman fizioterapevtimiz görüb və göndərib Günel doktorun yanına ki, buna bax, bunu mənə yönləndiriblər, amma bu qoyulan diaqnoz düz deyil. Gəldik, baxdıq ki, yəni bildiyin, yəni fıçı deyirlər də, bizim dildə nə deyirlər, boçqa, yəni o bədən quruluşu, yəni miopati falan. Yəni doktor da uzmandır. Dedi, sənin fikrin nədir? Dedim, mən də yəni ilk baxışdan 2 dənə xəstəlikdən şübhələnərəm. Bir budur, bir də budur. Yəni bunun üçün də diferensial diaqnostika eləmək lazımdır. Bu olmalıdır. Deyir, mən də bunu fikirləşirəm. Yəni ki, Günel doktoru niyə görə misal çəkirəm? Yəni adam öz egosunu şeyləmiş ki, yəni xəstənin yanında mən başqa həkimdən soruşaram, xəstə mənim haqqımda pis fikirləşər. Elə şeyi kafaya taxmır. Yəni bir başqa deyir ki, mən bunu fikirləşirəm. Dedim, sən də bir baxasan ki, bəlkə səndə. Xaricdə əslində həftədə bir dəfə konsilium olub, bütün həkimlər yığılır, bütün xəstələri müzakirə edirlər şöbətə. Olur, tez olur. Yəni sadəcə həftədə bir dəfə yox, həftədə bir neçə dəfə olur. Yəni və ya da bilmədiyin zaman soruşursan o birisindən. Mənim başıma o qədər gəlib ki, mən dəfələrlə zəng eləyirəm, soruşuram. Yəni burada nə etmək lazımdır? Yəni biz robot deyilik ki, yəni süni intellekt yoxdur ki, yəni yadasan çıxsın ki, yəni bu budur. Sizcə süni intellekt nə gətirəcək bizə və nə alacaq əlimizdən? Hər halda pozitiv şeylər gətirək də, ümid eləyək ki, yəni düzün desəm ki, bu barədə bilgiliyəm, yox, bilmirəm. Yəni mən həkimi əvəz edəcəkmi sizcə? Həkim əvəz eləyə bilməz. Məncə də. Ən azından hissləri yoxdur. Həkim əvəz eləyə bilməz. Çünki biz xəstəliyi yox, xəstəni müalicə eləməliyik. Ramazan ayında hər xəstədə fərqlidir. Düzdür, xəstəlik yox, xəstə var. Ramazan ayında bir maraqlı bir hadisə başıma gəldi. Maşınım təmirdə idi və taksi ilə gəlmək məcburiyyətində qaldım. Taksi şoför deyir ki, mən yoldaşım hamilədir, oruç tuta bilər. Deyirəm ki, yox, arzu olunan deyil. Bəs ChatGPT dedi ki, tutsun. Dedim, qardaş, yaxşı, get tutsun. Sonra problem olanda da gedib ChatGPT-nin yaxasından yapışarsan ki, sən dedin oruç tutsun, belə bir problem yarandı. Deyir, hə, onu da düz deyirsən, doktor. Yaxşı, sən ki, ChatGPT-yə güvənirsən, inanırsansa, məndən niyə soruşursan? Və mənim sözümün qarşısında onu niyə deyirsən, əgər mənim fikrim vacibdirsə? Bax, bu problem var bizdə ki, həm güvənsizlik, bəzən haqlı olaraq həkimə güvənmirik, həm belə yanlış yerlərdə araşdırırıq. İnformasiya kirliliyi var, aşırı lazımsız reklamlar da çoxdur, bunu da etiraf etmək lazımdır. Və bir də biz öyrənmək, maariflənmək istəmirik də. Yəni, gəlin, baxaq, açıq etiraf edin, bir tibbi verilişin reytingi və baxış sayına və deyək ki, hansısa bir şou verilişindəki baxış sayına, oradakı qalmaqala, oradakı nə bilim, trendə düşən mövzulara, TikTokda paylaşılan, yəni, ümumiyyətlə, ora girəndə, yəni bilmirsən ki, sanki başqa bir dünyaya girirsən. Yəni, onun üçün çox çətindir, həqiqətən çox çətindir. Bəli, amma ələnəcək. Mən düşünürəm ki, biraz zamanla, bəli, dezinformasiya ələndikcə insanlar da yaxşını pisdən ayırd edəcəklər, daha diqqətli olacaqlar, daha məlumatlı olacaqlar, daha araşdırmacı olacaqlar ki, doğru həkimi seçsinlər. Mən bir məsələyə də toxunmaq istəyirəm. Bugün panik atak, depressiya, tez-tez eşidirik bu xəstəlikləri, bu problemləri. Həkimlərin çoxsunda da var, etiraf eləyək. Bu artıq o qədər belə, bu doğrudan da ciddi bir diaqnozdurmu?
Çünki xəstələrin yanında deyəndə ki, panik atakdır, sən bir nevroloqa, bir psixiatra gedir, o hamıda var da. Ürəyi sıxma və görürsən ki, ətrafdakılar deyir ki, ürəyi sıxma, o haqda fikirləşmə. Panik atakdır da hamıda var. Çıx hava al, nə bilim, yaxşı şeylər fikirləş. Falan duanı oxu keçəcək. Yəni siz nə düşünürsünüz? Hətta bunu deyərdim ki, yəni Avropada bu daha çox yayılıb, nəinki Azərbaycanda, ölkəmizdə. Hətta mən bir şey müşahidə eləmişəm öz təcrübəmdən. Keçmiş Sovet uşaqları, yəni belə deyim də 80-ci, 95-ci ilə qədər olan, yəni uşaq deməyim də artıq nəsil, yəni bu xəstəliyə daha az yoluxur. Hətta Almaniyada post-Sovet tərəfdə, yəni ki, keçmiş Sovet olan, yəni ki, post-Sovet Almaniyasında indi ki, o xəstəlik daha az müşahidə olunur. Nəinki maraqlıdır. indi. Yəni Sizcə niyə? Yəni sözün açığını desəm, linç edəcəklər məni. O uşaqlar ata-ana qorxusu ilə böyüyüblər. O uşaqlar elə böyüyüblər ki, onların depressiyaya girməyə də vaxtları olmayıb, panik atak yaşamağa da vaxtları olmayıb. Depressiyaya girməyə qorxmuşuq. Məktəbə gediblər, müəllim qorxusu olub. Yəni lazım olanda ayaqqabı ilə də döyülüblər. Yəni bunu indi efirə versə yəqin ki, məni hamı qınayacaq, amma ki, yəni o uşaqlarda məsuliyyət olub. Uşaq vaxtından uşağın məsuliyyətli böyüməsi ən birinci hədəf olub. Məsələn, mənim öz uşaqlığımda. Hətta indi atamla arada zarafatlaşanda deyirəm ki, mən uşaq vaxtı bir şey eləyəndə bilmirdim polisə zəng eləyim deyim, yoxsa sənə zəng eləyim deyim. Yəni bilmirdim ki, hansı daha təhlükəsizdir yəni mənim üçün. Yəni həqiqətən də o da ailədən gələn bir şeydir. İndi bu dəqiqə Almaniyadakı gənclərə baxırsan, 20-21 yaşında heç birinin işləməyə həvəsi yoxdur, oxumağa həvəsi yoxdur. Siz hamınız haqsızsınız, mən haqlıyam. Yəni hara gedir mən də bilmirəm. Hətta bir maraqlı video var idi. Instagramda qarşılaşmışdı ki, indiki nəsil illər sonra psixoloqun qəbulunda ki, mən gecə 3-də anamdan su istədim və bu 4-cü dəfə idi. Anam üstümə qışqırdı və mən buna görə depressiyaya girdim. Yəni belə hadisələr olan bir insan məncə depressiya falan girməyə vaxt tapmır. Vaxt tapmır. Bəli. İşi gücü olan insan. Bəli. Və mən çox təəccüblənirəm deyəndə ki, iş var, nə iş deyim, o qədər iş var. O qədər ideya var, o qədər inkişaf etmək üçün mövzu var ki, sadəcə biraz biz bu şeydən çıxıb, o brain rotdan çıxıb bir ətrafımıza baxsaq, inanın ki, inkişaf etmək üçün də çox gözəl sahələr var. Şərt deyir ki, hamı həkim olsun, hamı nə bilim biznes menecment oxusun, hamı alim olsun. Çox sadə sahələr var ki, həm çox gəlirlidir. Yəni orada inkişaf etsə, sadəcə mən nə bacarıram, nəyi daha yaxşı bacarıramı tapsaq, o mövzuda özümüzü inkişaf etdirsək, yəni elə diş texniki var ki, elə nə bilim, hədəf olsun, istək olsun. Səhv demirəmsə Jim Rohn'un bir sözü var idi ki, 3 şey vacibdir. Bir hədəfin olması, hədəf üçün disiplin, yəni başlamaq, bir də ki, sürəklilik, davamiyyət. Yəni bu 3 şeyi bir arada gətirmək lazımdır. Adicə sizin öz xəstələrinizdən məsələn. Sabahdan hamı deyir ki, sabahdan başlayıram arıqlamağa. Sabahdan içkini tərgizirəm. Birinci gündən, ayın birindən. Heç kim demir ki, bugündən başlayıram, indidən başlayıram. Yəni siqareti tərgizmək istəyirsənsə, indi tərgizdə. İçkini tərgizmək istəyirsən, indi tərgizdə. Niyə sabaha gözləyirsən? Niyə birinci günü gözləyirsən? Və ya 6-cı gün gəlir, proqram alır. Dava dalaşdan ki, mən 6-cı gün qəbul elə. 6-cı gün proqramı yazan sonra ki, doktor, birinci gündən başlayaram. Deyirəm, niyə sabah başlamırsınız? Sabah gələm son dəfə yeyim də. Yox, siz burada yazmışsınız birinci gün. Deyirəm, siz 7-ci günə baxın, oradan başlayın. Yəni, sırf bəhanələrimiz nəyisə etməmək üçün. Hamı deyir ki, nə yeyim, arıqlayım. Heç kim demir ki, nə yeməyim, arıqlayım. Yəni, qadağaları sevmirik, daha komfort. Həm də ki, o da kiminsə sözü ilə yadımdan çıxıb, deyir ki, bu həyatda ləzzətli şeylər və yəni biraz dini tərəfi də yazırlar ki, yəni günah işləmək çox zevkli şeylərdir, şirniyyatdır, odur, budur, zərərli şeylər, amma deyir normal yaşamaq biraz çətin gəlir insana. Onun üçün də təbii ki, insan komforta tez öyrəşir. Öz-özünə almaq üçün yalanlar ürətməyə başlayır. Təbii ki, təbii ki. Təhsil sistemi necədir Almaniyada, tibb təhsili sistemi? Almaniyanın orta məktəb təhsil sistemini deyim. Orta məktəb təhsili sistemi bizim 8-ci sinif, 9-cu sinifə qədərdir maksimum. Yəni oranın 12 illiyini bitirən uşağın biliyi bizim 9-cu sinifə qədərdir. Yəni bizdə həqiqətən də mən özüm oxuduğum illər ərzində baxıram. Yəni bizim məktəb proqramlarımız həqiqətən də çox güclü idi. Daha çətin. Dəhşət çətin deyil, yəni çox güclü idi. Yəni məktəbin bazası var idi həqiqətən də. Amma Almaniyada o yoxdur.
Təhsil sistemində də ki, o da biraz fərqlidir. 6 ildir mi universitet, neçə ildir tibb universiteti? Tibb universiteti 6 il plus da 1 il, praktik il bizim əvvəlki interna, ondan sonra da ixtisaslaşma. Uzmanlıq kimi, rezidentura. Rezidentura bəli. Aha, və burada bölünür nevrologiya, cərrahiyyə yəqin ki, daha Sadəcə çoxdur. olaraq Almaniyada lazımsız imtahanlar Çoxdur. yoxdur. Yoxdur. Aha. Bəli, bu adam universiteti bitirib, diplomunu alıbsa artıq bu həkimdir. Təşəkkür edirəm sizə maraqlı söhbət üçün. Doktor Samir Həşimov Almaniyada çalışır, həkim nevroloqdur. Bugün Ay Həkimin qonağı oldu. Doğrudan da mən xaricdə yaşayan, orada çalışan bizim həkimlərimizi, kolleqalarımızı görəndə həmişə çalışıram onlardan maksimum informasiya alım ki, görüm nə yeniliklər var, burada nəyi dəyişə bilərik, daha yaxşı olmaq üçün nə edə bilərik. Yəni burada məqsəd bizi pisləyib, kimisə yaxşı olduğunu sübut etmək yox. Hər tərəfin müsbət və mənfi tərəfləri var. Sadəcə nə edək ki, daha yaxşı olaq, nə edək ki, daha faydalı olaq cəmiyyətə, əhaliyə. Çünki nəticə etibarilə biz də ömrümüzü öz işimizə həsr eləmişik. Neçə il oxumusunuz? Yəni Biraz. hələ də oxumuşuq, hələ də oxuyuruq məncə. Hələ də oxuyuruq. Buna görə də ümid edirəm ki, yaxın illərdə bilmirəm mən bu studiyada olacağam yoxsa yox. İnşallah ki, mən olmasa başqa aparıcı da artıq Azərbaycanda tibbin nə qədər inkişaf etdiyindən və 10 il öncəki problemlərin artıq bugün müzakirə mövzusu belə olmadığından məlumat verəcək ekran vasitəsilə tamaşaçılara. Minnətdaram sizə, çox sağ olun. Son təşəkkürüm bizim sponsorlarımızadır. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Əgər günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansızsa, hamiləlik və laktasiya dövründəsinizsə, bədəninizin kalsium ehtiyacı artmış ola bilər. Buna görə də təyinata uyğun olaraq kalsium döyüş nikamet, portaqal və limon dadlı çeynəmə tabletlərini istifadə edə bilərsiniz. Kalsium döyüş nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Digər sponsorumuz Böyük Britaniya təhsili idman həkimi Dr. Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz onurğa çiyin əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsindən zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.